İnsan baxıb kiməsə deməsin ki, bax mən siqaret çəkən kimi mən götürə bilmirəm, özümü pis hiss edirəm, amma bax o çəkir, özünü yaxşı hiss edir. Bu nə haqsızlıqdır? Haqsızlıq axtarmaq lazım deyil, dərs götürmək lazımdır, öyrənmək lazımdır. Mən buna çağırıram. Bu əsas bir məsələ, fundament budur ki, yəni əgər insan həqiqətən də nəyisə öyrənmək istəyirsə, dəyişikliklər istəyirsə, başa düşməlidir ki, əgər xəstəlik mənim qapımı döyübsə, mən dinləməli deyiləm filan kəsi ki, o hər şey yeyir, içir, ala bax bunu qəbul elə, keçib gedəcək. Götürmür da, faktiki görürsən bədənim götürmür. Faktiki mənə bədənim nəyisə demək istəyir. Faktiki həyat mənə nəyisə demək istəyir. Bəlkə mən başlamalıyam öyrənməyə və nə vaxt insan bu pozisiyasına girir, öyrənmək pozisiyasına. Gözdən pərdə asmaq yox, öyrənmək pozisiyasına. Ona başlayır bax, qapılar açılmağa. Bu video vasitəsilə, başqa bir video vasitəsilə qarşına bir kitab çıxa bilər, hansını sən oxuyasan. Səni problemlər bizi vadar eləyir nəyəsə öyrənməyə. Bir vadar eləyir ki, duraq hərəkət eləyək. Nəsə dəyişikliklər eləyək.